mövzuya necə başlamaq lazımdır? Bu ümumiyyətlə PNID-yə. 3 faza ilə bu. Bəli. Hansı ki 3 faza dediyimiz, yəni burada faza əlbəttə ki söhbət burada məhsulların fazasından gedir. Hansı ki horizontal vəziyyətdə yerləşdirilmiş, yəni bir separatordur üfüqi vəziyyətdə və separatorun əgər fikir verirsinizsə müxtəlif növ cihazlar quraşdırılıb və bu cihazlardan indi biz necə oxumalıyıq ona baxaq. 3 fazanın girişi, tutaq ki, burada əgər biz neft, tutaq ki, qaz, belə deyək də, bir də mayedən söhbət gedir. Hansı ki, mədən şəraitində, yəni alınan bu məhsul, yəni mədən şəraitində layihədən gələn bu məhsul verilir separatora və separatorun fikir verirsinizsə müxtəlif bölmələrində, sağında və solunda. İndi bunun texnoloji olaraq biz baxmırıq, sadəcə bir simvolik olaraq baxırıq. Deməli, paralel olaraq ELT-lər quraşdırılıb. ELT-lər nədir? Hansı ki, level transmitterlər. Evet. Səviyyəni həm ölçür, həm də transmisiya edir və həmən ölçülən siqnalı, hansı ki, səviyyəni burada elektrik xətti vasitəsilə verir level kontrollərə. Həmin level kontroller, tutaq ki, burada indi 2 dənə səviyyə var, sağda və solda. Birinci, bu tərəfdə solda olan xətt, yəni su xəttidir. Yəni fikir verirsə, water outlet, hansı ki, suyun çıxışı. Yəni LC, yəni level kontrollərə verir. Level kontroller siqnalı emal edir və kontrol edir. Kontrol edən siqnalı verir LV-yə, yəni level valva. Hansı ki, bu valvda idarə olunur və valvın çıxışı fikir verirsinizsə sağdan sola doğru gedir. Burada onun həm paraleldə bypass xətti quraşdırılıb, həmin bypassdan çıxışa verilə bilər. Bu fikir verirsə burada mexaniki valvlardan da istifadə olunur. Bu birinci xətt. İkinci pozisiyada isə fikir verirsinizsə sağda isə yenə eyni qaydada LT quraşdırılıb. Bu LT həm LJ-dir, həm LT-dir. Yəni hansı ki, bunda siz həm vizual olaraq səviyyəni görürsünüz, həm də ki, bu transmisiya edir bu siqnalı. Və buradan LT-dən gələn siqnal göndərilir LC-yə, yəni level kontrollərə. Və level kontrollerdən görürsünüz, siqnal yenə gedir level valva və beləliklə bu isə neft xəttinin çıxışıdır. Deməli, bizdə 3 fazadan 2 fazanı biz idarə etdik, belə deyək də, və buradan soldan gedən su xətti, sağdan gedən neft xətti. Qaldı bizə yuxarı faza, hansı ki, burada fikir verirsinizsə əgər, bilirsiniz ki, yəni burada qaz fazası da var. Bu qaz fazasının üzərində deməli quraşdırılan fikir verirsiniz PT, yəni pressure transmitter, hansı ki, təzyiq transmitteri və ondan çıxan yəni siqnal göndərilir PC, yəni pressure kontrollərə. Həmin kontrollərdə yenə eyni qaydada siqnal müqayisə olunur, yəni ölçülür, müqayisə olunur və beləliklə göndərilir pressure valva. Pressure valve hansı ki, belə deyək də, bu məhsulun çıxışıdır. Təzyiqə görə biz valvı açırıq və beləliklə buradan çıxışdan ötürülür. Və əlavə olaraq, deməli, burada nə var? Bir dənə də belə bir mexaniki valv quraşdırılır və həmin mexaniki valvın üzərində belə bir simvol var. Bu, qoruyucu klapanın işarəsidir. Hansı ki, bu da, tutaq ki, texnoloji avadanlıqdır da, belə deyək, bu separator. Ola bilər, təzyiq artması nəticəsində, yəni burada söhbət izafi təzyiqdən gedir. Həmin izafi təzyiq artması nəticəsində bu sıradan çıxa bilər avadanlıq. Çünki bu təzyiq altında işləyən avadanlıqdır. Sıradan çıxmaması üçün əgər izafi təzyiq çox olarsa və beləliklə bu qoruyucu klapan işə düşür və beləliklə sistemdə olan təzyiqi atmosferə buraxır. Və ümumilikdə biz danışanda PNID-dən bu formatda danışmalıyıq ki, yəni belə deyək də mühəndis yanaşması ilə bunu bildirməliyik.